2023-cü ildə qəbul imtahanında istifadə olunan suala baxırıq. Deməli deyir ki, nümunəyə və cədvəl əsası müəyyən eləyin. Cəmilənin iclasda dediyi fikirləri o dərhal yaddaş dəftərçəsinə yazdı. Demək, birinci fikirdə deyir ki, mənsubiyyət şəkilçisi qəbul etmiş xüsusi isim cümlənin müstəqil üzvüdür. Demək, yazdı. Kim? O. Nəyə yazdı? Dəftərçəsinə. Tamamlıqdır. Çünki dəftərçə məkan anlayışı bildirmir. Demək, yaddaş dəftərçəsinə. Necə yazdı? Dərhal. Zərflik. Nəyə yazdı? Fikirləri. Hansı fikirləri cəmilənin iclasda dediyi. Oldu təyin. Demək, mənsubiyyət şəkilçisi qəbul etmiş xüsusi isim müstəqil cümlə üzvü deyil. Bu bir. Üstəlik də cəmilənin fikirləri. Bu yiyəlik, bu da bunun mənsubiyyəti. Yəni cəmilənin sözü ümumiyyətlə mənsubiyyət də qəbul etməyib. Mənsubiyyət də qəbul etməyib. Həmçinin müstəqil cümlə üzvü deyil. Ona görə sən biri götürə bilmirsən. 2-də deyir ki, mübtəda şəxs əvəzliyi ifadə olunub. Bəli, o kim sualına cavab verirsə, mübtədadırsa deməli şəxs əvəzliyidir. Hansı sualına cavab verirsə, o zaman o şər əvəzliyi. 2-ni doğru fikir götürəcəyik. 3-də deyir ki, zərfliyin bir məna növündən istifadə edilib. Zərfliyin bəli, baxın dərhal. İclasda zərflik deyil burada. Çünki fe'l sifət tərkibinin təyindədir, daxilindədir. Bu da deməli doğrudur. Sonra yanlış fikirlər seçəcək. Yerlik hal şəkilçili isim cümlənin yer zərflidir. Xeyr. Dediyim kimi o fe'l sifət tərkibinin daxilində yerləşir. Müstəqil cümlə üzvü deyil. Ona görə yanlış fikir olduğu üçün götürürəm. 5 deyir ki, tamamlıqlardan biri söz birləşməsi yaddaş dəftərçəsinə, digəri isimlə ifadə olunub fikirləri. Bəli, baxın yaddaş dəftərçəsi. Köhnə addan ikinci növdə ismi birləşmə. Fikirləri isə isimlə ifadə olunub. Bu da doğru fikirdir, amma səndə yanlış istədiyi üçün bunu götürmürsən. Təyinin ifadə vasitəsi fe'l sifət tərkibidir. Bəli, fe'l sifət tərkibi təyinin ifadə vasitəsi. Bu da doğru fikir olduğu üçün bunu da götürmürük. Cavab burada nə qaldı? 2, 3, 4 oldu C variantı.